Bu film boyunca incelədiyimiz bütün məsələlər bizə açıq bir həqiqəti göstərir. Qur'an elə bir kitabdır ki, onda heç bir ziddiyyət yoxdur. O, uca Rəbbimizin dərgahındandır. Qur'anda bəhs edilən elmi mövzularda, keçmişdən və gələcəkdən verilən xəbərlərdə, yaxud da Qur'anın riyazi ahəngində o dövrdə heç bir insan tərəfindən bilinməyəcək həqiqətlərə işarələr vardır. Bu məlumatların o dövrün elmi səviyyəsi və texnologiyası ilə əldə edilməsi mümkün deyildi. Əlbəttə ki, bu hal Qur'anın insan sözü olmadığını açıq-aşkar göstərir. Qur'an Allahın vəhyidir və nazil edildiyi gündən bəri heç dəyişikliyə məruz qalmadan qorunur. De ki, əgər insanlar və cinlər bir yerə yığışıb bu Qur'ana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər. Qur'an hər şeyi yoxdan var edən və elmi ilə bütün məxluqatı əhatə edən uca Allahın kəlamıdır. İnsanın borcu isə Allahın nazil etdiyi müqəddəs kitaba möhkəm sarılaraq, onu özünə istiqamət göstərici olaraq qəbul etməkdir. Bu nazil etdiyimiz Qur'an mübarək bir kitabdır. Ona tabe olun və Allahdan qorxun ki, bəlkə sizə rəhm edilsin.